İki yaşayış məntəqəsini özündə birləşdirən Balaşürük-Kosalar avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 7 metr təşkil edir. Kosalar ərazi icra nümayəndəsi Habil Məmmədov CTV-yə müsahibəsində bildirdi ki, artıq yolun 1,5 kilometri yüksək keyfiyyətlə inşa edilib və tikintidə son tamamlanma işləri aparılır. Yolun çəkilişi yüksək səviyyədə təşkil olunub. 1701 nəfər əhalinin istifadə elədiyi yoldur. Artıq 3 gündür ki, start verilib bu işə. Gördüyünüz kimi son tamamlama işləri gedir. Göstərilən bu qayğıya görə Cənab Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bərbad vəziyyətdə olan, xüsusilə qış aylarında daha dözülməz olan yoldan əziyyət çəkən kənd sakinləri indi gediş-gəlişin təhlükəsiz və rahat olmasından məmnunluqlarını bildirdilər. Uzun illərdir bu yolun təmirini biz gözləyirdik. Artıq bu yol təmir olunub. Kənd cəmiyyəti buna çox sevinir və bu yolu çəkilməsində əziyyət olan bütün insanlara öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Balaşürük-Kosalar avtomobil yolunun əsaslı təmirinə daha çox sevinənlər isə sürücülərdir. Bunun yağışlı günləri olur, qarlı günləri olur. Uşaqlarımız məktəbə gedirdi, çətinliklər burada törənirdi. Bəzi hallarda toz içində tərpənmə olmurdu. Ona görə bu yolun çəkilişi bizim üçün böyük bir hədiyyədir. Qeyd edək ki, yolun yaxın günlərdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Tünzalə Quliyeva, Elviz Nəsirli, Xəbər xətti Lənkəran.